Dünən İran və Amerika Birləşmiş Ştatları nümayəndə heyətləri arasında Cenevrədə keçirilən danışıqlara baxmayaraq, iki ölkə arasında müharibə riski kifayət qədər yüksək qiymətləndirilir. İran rəsmiləri və hərbçilərinin müharibəyə başlayacağı təqdirdə Amerika Birləşmiş Ştatlarına dırnaqarası unudulmaz dərs verəcəkləri barədə kəskin bəyanatlarına baxmayaraq, bu ölkənin Donald Trump'ın dönə-dönə vurğuladığı kimi dünyanın ən güclü ordusuna malik Amerika Birləşmiş Ştatları qarşısında duruş gətirə biləcəyi inandırıcı görünmür. Üstəlik, bura Amerika Birləşmiş Ştatlarının regiondakı müttəfiqi İsrailin də yetərincə qüdrətli hərbi arsenalını əlavə etmək lazımdır. Bu vəziyyətdə ortaya çıxan ən mühüm suallardan biri də budur ki, Amerika Birləşmiş Ştatları İrana hücum etmək qərarı verərsə, İranı kim müdafiə edəcək? Hansı ölkə və ya qüvvə Amerika Birləşmiş Ştatlarının regiona topladığı nəhəng hərbi güc qarşısında Tehranın dayana bilməsi üçün ona kömək göstərəcək? Əlbəttə, bu sualla bağlı ilk ağla gələn ölkələr İranın strateji müttəfiqi sayılan Amerika Birləşmiş Ştatları ilə də qlobal rəqabətdə olan Çin və Rusiyadır. Amma ötən ilin iyun ayında baş vermiş 12 günlük müharibənin təcrübəsi göstərir ki, bu ölkələrin İrana yardımı siyasi dəstəkdən uzağa getməyəcək. Həmin dövrdə İrana dost sayılan bu dövlətlərin Tehrana real hərbi kömək göstərmədiyi barədə acı həqiqət sonradan İranda həm rəsmi, o cümlədən prezident səviyyəsində, həm də ictimai müzakirələrdə dilə gətirilib. Son gərginləşmə ilə əlaqədar Rusiya və Çin rəsmilərinin açıqlamaları həmin təcrübənin təkrarlanacağı ehtimalını gücləndirir. Məsələn, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bir neçə gün əvvəl Əl-Ərəbiyyə telekanalına eksklüziv müsahibəsində İrana yenidən hücum etməyin odla oynamaq olduğunu bildirsə də, hücum olacağı təqdirdə Moskvanın hansısa addım atacağına işarə etməyib və problemin müzakirələr yolu ilə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq çərçivəsində həllinə çağırıb. Dünən isə Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mao Ning, Amerika Birləşmiş Ştatları İrana hücum edərsə, Çin Rusiya ilə birlikdə İranı dəstəkləyəcəkmi sualına, Çin ardıcıl olaraq problemlərin siyasi və diplomatik yolla həllinə tərəfdar çıxır və beynəlxalq münasibətlərdə güc tətbiqinin əleyhinədir şəklində cavab verib. Doğrudur, son vaxtlar həm Çin, həm də Rusiyadan İrana müxtəlif silah-sursat, o cümlədən hava hücumundan müdafiə vasitələri çatdırıldığı barədə çoxsaylı məlumatlar yayılıb. Amma hərbi əməliyyatlar başlayacağı halda bu ölkələrin prosesə bilavasitə müdaxilə edəcəyi real görünmür. Rusiyanın Ukrayna ilə müharibə ucbatından düşdüyü vəziyyət, Çinin isə Amerika Birləşmiş Ştatları ilə açıq qarşıdurmanı istisna edən ehtiyatlı siyasəti buna imkan vermir. Belə olan halda, mümkün müharibə şəraitində İrana yardım edə biləcək güclər üçün regiona nəzər salmaq lazım gəlir. Artıq bununla bağlı müəyyən bəyanatlar da səslənib. Məsələn, Əfqanistandakı Taliban hökumətinin sözcüsü Zəbihullah Mücahid fevralın 15-də bildirib ki, Amerika Birləşmiş Ştatları İrana hücuma keçərsə, Taliban İranla əməkdaşlıq etməyə hazırdır. Əgər Amerikalılar İrana qarşı müharibəyə başlasalar, biz İrana kömək etmək üçün bütün imkanlarımızdan istifadə edəcəyik deyə Mücahid bəyan edib. Daha geniş diqqət çəkən açıqlama isə şiələrin ən böyük mərcəyi təqlidi Ayətullah Əli Sistanidən gəlib. Yayılan məlumata görə, Ayətullah Sistaninin nümayəndəsi İranın İraqdakı səfiri Məhəmməd Kazım Ali Sadiq ilə görüşü zamanı bildirib ki, Amerika Birləşmiş Ştatları İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin həyatına qəsd edərsə, Sistani İraqda yerləşən Amerika qüvvələrinə qarşı cihad hökmü verəcək. Bu açıqlama Ayətullah Sistaninin IŞİD-ə qarşı mübarizədə cihad fətvasının nəticələri nəzərə alındıqda Amerika Birləşmiş Ştatları, eləcə də İsrail üçün ciddi xəbərdarlıq sayıla bilər. Bununla belə, İranın hərbi həmləyə məruz qalması ehtimalı əsas diqqəti Tehran regiondakı proksi qüvvələrinə yönəldir. Çünki onların başlıca dırnaqarası təyinatı məhz İran rejiminin varlığını qorumaqdan ibarətdir. Tehran uzun illər ərzində nəhəng maddi vəsaitlər sərf edərək məhz bu gün üçün bölgədə dırnaqarası müqavimət oxu adlandırdığı bir güc formalaşdırıb. Buna görə hazırki şəraitdə Amerika Birləşmiş Ştatları və İsrailin İrana hücumu ilə bağlı müxtəlif senarilərin nəzərdən keçirildiyi məqamda ortaya çıxan sual budur ki, müharibə Yəməndən Livana qədər uzanan dırnaqarası müqavimət oxunu aktivləşdirə bilərmi? Başqa sözlə, İran rejimi ekzistensial təhlükə ilə üzləşərsə, regiondakı proksiləri onun köməyinə gələcəkmi? Sözsüz ki, 2023-cü ilin 7 oktyabrından, xüsusən Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra Tehranın dırnaqarası müqavimət oxu xeyli zəifləyib, amma onun tam gücsüzləşdiyini düşünmək də yanlış olardı. Xüsusən İraqdakı şiə silahlı qruplaşmalarının və hələ də kifayət qədər dırnaqarası yaxşı formada olan Yəmən husilərinin mövcudluğu belə düşünməyə əsas vermir. Odur ki, burada əsas məqam həmin proksi güclərin İrana köməyinin nə qədər səmərəli və təsirli ola biləcəyi məsələsidir. Livan Hizbullahı uzun illərdir İranın ən mühüm regional dayağı sayılır.
Onun həm hərbi imkanları, həm də İsrailin şimal sərhədində yerləşməsi strateji əhəmiyyət daşıyır. Bununla belə Hizbullahın durumu əvvəlki dövrlə müqayisədə xeyli çətindir. İsraillə son toqquşmalar təşkilatın resurslarını azaldıb. Həsən Nəsrullahın və digər mühüm komandirlərin ölümündən sonra liderlikdə yaranmış boşluq təşkilatın geniş miqyaslı müharibəyə qoşulmaq imkanlarını məhdudlaşdırıb. Bu səbəbdən Amerika Birləşmiş Ştatları ilə İran arasında məhdud xarakterli qarşıdurma baş verərsə, Hizbullahın prosesə dərhal və geniş şəkildə müdaxiləsi real sayılmır. Bunu fevralın 25-də yüksək rütbəli Hizbullah nümayəndəsinin verdiyi açıqlama da təsdiq edir. O bildirib ki, məhdud əməliyyat variantında təşkilat münaqişəyə qarışmayacaq. Amma əgər Amerika Birləşmiş Ştatları hücumunun məqsədi İranda İslam Respublikası quruluşunu devirmək və ya Ayətullah Xameneyini aradan götürmək olarsa, Hizbullah meydana girməli olacaq. İraqdakı İrana yaxın qruplar daha mürəkkəb və çoxşaxəli struktura malikdir. Onların bir hissəsi rəsmi təhlükəsizlik sisteminə inteqrasiya olunub, digərləri isə siyasi partiyalar vasitəsilə parlamentdə təmsil olunur. Xüsusən 2025-ci il parlament seçkilərindən sonra bu təmsilçilik əhəmiyyətli dərəcədə artıb. Amerika Birləşmiş Ştatlarının İraqdakı hərbi mövcudluğu səbəbindən bu qrupların İrana qarşı mümkün müharibəyə müdaxilə ehtimalı daha yüksək qiymətləndirilir. Onlar habelə əməliyyat intensivliyini mərhələli şəkildə artırmaq imkanına malikdirlər. Elə dünən İraqdakı önəmli qruplardan sayılan Kətaib Hizbullah Amerika Birləşmiş Ştatlarına qarşı kəskin bəyanat yayıb və onu dırnaqarası uzun və yorucu müharibə ilə hədələyib. Bəyanatda həmçinin İraqdakı Kürdistan Muxtar bölgəsinə də xəbərdarlıq edilib. Yəməndəki Husilər digər iki aktordan fərqli olaraq daha az daxili siyasi məhdudiyyətlərə və daha çox hərəkət sərbəstliyinə malikdirlər. Onların coğrafi mövqeyi, yəni Qırmızı dəniz və Bab-el-Məndəb boğazına yaxın olmaları onlara qlobal ticarət və enerji daşımalarına təsir göstərmək imkanı yaradır. Xatırladaq ki, bu yaxınlarda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Larijani Omana səfəri çərçivəsində Ənsərullahın sözcüsü Məhəmməd Əbdüssalam ilə görüşüb və İran mediası bu təması dırnaqarası anlamlı bir görüş adlandırıb. Bu da əvvəlki iddialara rəğmən İranla Husilər arasında sıx koordinasiyanın davam etdiyini göstərir. Bu koordinasiya İranın Amerika Birləşmiş Ştatları həmləsinə cavab tədbirlərindən biri kimi Hörmüz boğazını bağlayacağı təqdirdə Husilərin də Bab-el-Məndəb boğazını bloklaması şəklində təzahür edə bilər. Əlbəttə, bütün bunlar cari reallığa əsaslanan ehtimallardır. İranın 10 illiklər boyu bəslədiyi proksi qüvvələrin gerçək potensialı və öz himayədarını qorumaq qabiliyyəti həqiqi hərb səhnəsində müəyyən olunacaq. Əgər onlar İran rejimini məhv olmaq təhlükəsindən xilas etməkdə təsirli rol oynaya bilməyəcəksə, o zaman Tehranın dırnaqarası müqavimət oxuna xərclədiyi milyardlarla dolların hədərə getdiyi bəlli olacaq. Bu halda son illərin etiraz aksiyalarında davamlı olaraq nə Qəzza, nə Livan, canım İrana qurban, Suriyadan əl çək, bizim halımızı düşün kimi şüarlar səsləndirən sadə İran vətəndaşlarının siyasi baxımdan rejim rəhbərlərindən daha bəsirətli və uzaq görən olduğu üzə çıxacaq.